Game over. Bu ifadə heç də oyun həvəskarları üçün xoşa gələn deyil. Müasir kompüter oyunları adrenalin mənbəyidir. Oynadıqca oynamaq, mərhələləri keçmək istəyən oyunçu əsl virtual aləmin iştirakçısına çevrilir. Aside from the fact that I'm still alive, none of this surprises me. Call of Duty Black Ops Treyarch tərəfindən yaradılmış, Activision tərəfindən nəşr olunmuş və 2010-cu il noyabr ayının 9-u işıq üzü görmüşdür. Call of Duty seriyaların 7-ci hissəsidir. Burada ilk dəfə soyuq müharibədən və 2-ci dünya müharibəsindəki hissələrdən istifadə edilib. Call of Duty Black Ops'un Yaponiyadakı istehsalçıları Square Enix bildirir ki, bu ölkə üçün oyunun 2 versiyası olacaq. Səsləndirmə ingiliscə, subtitrlar Yaponca və səsləndirmə Yaponca, subtitrlar ingiliscə. 1 mart 2010-cu il tarixində oyunun demo versiyası saytlara yerləşdirilmişdir. Zombinin ensiklopedik xəritələr siyahısına Call of the Dead, Ölülərin Çağırılması adlı xəritə də daxildir. Call of the Dead Sibirin tərk edilmiş və gəmilərin qəzaya uğradığı yerlərdə baş verir. Bu xəritə yeni obrazları özündən cəmləşdirir ki, bu da real həyatdan götürülmüş aktyorlardır. Danny Trejo, Robert Englund, Sarah Michelle Gellar və Michael Rooker aktyorlar oyunu səsləndirirlər. Black Ops tək atıcı şəxsdir. Əvvəlki Call of Duty saxlayan yeni oyun mexanikasıdır. Oyun odlu silahlardan və qumbaralardan istifadə edən piyada əsgər strategiyasını nəzərdə tutur. Hər bir hərəkət dəqiq, amma gizli olmalıdır. Qaçış zamanı oyunçu müvazinətini saxlayır, ona dəyən zədə ekranda qırmızıya çalar qızartı formasında göstərilir. Qumbara atışı və ya partlayış radius daxilində olduğu zaman qumbaranın atmaq və ya geri qaçmaq vəziyyətində daha cəld hərəkət edə bilməsi üçün lazım olan nüanslar oyunçuya kömək məqsədi ilə ekranda qırmızı markerlə göstərilir. Oyun simvollar, xüsusi səslər və kölgələr kimi özəlliklərə məxsusdur. Hər bir missiyada düzgün istiqamət və məsafələr işarələnir. Oyunçu oyun boyu dost qoşunlar tərəfindən müşahidə olunur. Baxmayaraq ki, ilkin olaraq birinci şəxs atıcıdır, növbəti mərhələlər ardıcılığında Hind vertolyot pilotu Blackbird SR-71-in təyyarəsinin kəşfiyyat qoşunları oyuna daxil olur. Kampaniya bir neçə qrafik xüsusiyyətləri də qeyd edir. Bunlardan biri kimi Victor Charlie mərhələsində oyunçunun Wake Song qoşundakı son düşmənə yaxınlaşaraq güllə atış effektini qeyd etmək olar. Son illərin ən populyar oyunu Call of Duty hələ də öz aktuallığını itirməyib.